28 Mart Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının yaranma günüdür. 1919-cu ildə təsis edilmiş bu qurum yalnız Ulu Öndər Heydər Əliyevin Sovetlər dönəmində Azərbaycanda çalışdığı zamanlar peşəkar milli kadrların hazırlanması baxımından həqiqi inkişaf dövrünə qədəm qoymuş oldu. Azərbaycanın təhlükəsizlik orqanlarının tarixinin ən şərəfli səhifələri ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət müstəqilliyimizin qorunmasında, ölkəmizə yönəlmiş məkirli planların ifşa edilməsində fəaliyyəti ictimaiyyətdən çox zaman gizli saxlanılan təhlükəsizlik qüvvələrinin misilsiz xidmətləri danılmazdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhlükəsizlik orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlayır. Dəyişən dünyanın tələblərinə uyğun səmərəliliyin artırılması məqsədlə aparılan struktur dəyişikliyi həyata keçirilmiş, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin bazası üzərində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. 28 Mart Azərbaycan Təhlükəsizlik Orqanları əməkdaşlarını Peşə Bayramı münasibətilə ürəkdən təbrik edir. Xalqa və dövlətə xidməti istiqamətində yeni müvəffəqiyyətlər arzu edirəm. Azərbaycanın milli qəhrəmanı İbad Hüseynli.